Afan Hesabat konfransında mətbuat qarşısına çıxan Rövşən Nəcəfə Dinamoda gənc futbolçuların həqiqi hərbi xidmət keçmələrlə bağlı sual verilib. Təəssüf ki, Rövşən Nəcəfin cavabı o qədər abstrakt alınıb ki, əminliklə demək olar ki, heç onun məlumatı yoxdur bugün Dinamonun durumu ilə bağlı. Məsələ nədir? Mən indi bunu incələməyə çalışacağam, çünki bu mövzunu çox araşdırmışam və əlaqəsi olan dostlardan da xahiş edirəm ki, bəlkə videomun bu hissəsini Rövşən bəyə də göndərsinlər ki, o dəqiq bilsin ki, nə baş verir. Deməli, prosedur belə aparılmalıdır. AFFA prezidenti tərəfindən Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun adına məktub göndərilməlidir. Filan rayon hərbi komissarlığında olan filankəs filankəs futbolçu olduğu üçün xahiş edirik, onun Dinamoda əskərini keçməsinə şərait yaradasınız. O məktubu, müraciəti Daxili İşlər Naziri yönləndirir daxili qoşunların komandanlığına. Daxili qoşunlar eyni məzmunlu məktubla müraciət edirlər Azərbaycan Respublikası Səfərbərliyi hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə. Və prosedur belə aparılır. Sonradan o çağırış xidməti göndərir o futbolçunun daxili qoşunlara, daxili qoşunlar Dinamoya və uşaqlar da öz həqiqi hərbi xidmətini keçə bilirlər. Amma problem nədədir? Deməli, hüquqi müstəvidə daxili qoşunların Dinamo qarşısında tələbləri var. Dinamo klubu həmin o əskərliyini keçən futbolçuların orada gündə 3 dəfə qidalanmasını, saxlanma yerini, mühafizəsini təşkil eləməlidir. Bu hüquqi tələblərdir. Amma İkinci liqada dövlətin ayırdığı vəsaitlə Dinamo bunu eləyə bilməyəcək. Maliyyə imkanları çatmayacaq. Bunun ən optimal yolu Dinamonun birinci liqaya buraxılması və oradan gələn dövlətdən vəsaitlə bütün daxili qoşunların tələblərini yerinə yetirməsidir və ya sponsorların cəlb olması. Açığı birinci liqaya vəsiqə qazanıb o maliyyənin hesabına bunu həll eləmələri daha real görünür indiki halda. Və bugün əgər biz baxsaq, görərik ki, milli komandanın heyətində yer alan əksər gənclərin də əskərlik məsələsi hələ də açıq qalır. Bu futbolçular da əskərliklərini keçməlidirlər, həqiqi hərbi xidmətdə olmalıdırlar. Dinamo bunun üçün ən optimal, ən yaxşı variantdır və Dinamonun bu məsələdə həm də özəlliyi ondadır ki, həmin o milli komanda səviyyəsində futbolçuları da götürüb birinci divizionda təbii ki, oynadası deyil, öz klublarına yenidən icarəyə verəcək. Oradan da bir pul qazanacaq və dövlətdən gələn pul, o futbolçuları icarəyə verib qazandıqları pulla normal bir komanda formalaşdıra bilərlər. Və əslində mən istərdim ki, tək Dinamo yox, bax, əvvəllər bizdə hərbi hava qüvvələri olub, Qarabəbir olub, Ədliyyə olub və digər klublar hesabına xeyli sayda uşaqlar əskərlik məsələlərini həll ediblər, həm hərbi xidmətlərini keçiblər, həm futbol oynayıblar. Bax, gündə, hər gün, hər çağırış dönəmində biz neçə futbolçu itiririk. Bu çox vacib məsələdir, ona görə xahiş eləyərdim ki, Rövşən Nəcəf də bu məsələyə həssas yanaşsın və bildiyim qədərilə Dinamo klubunun prezidenti Yaşar Seyidov, baş katib Cahangir Fərəcullayevlə də bu mövzuda görüşüb danışmaq istəyir. Artıq Peşkar Futbol Liqasının prezidenti Elxan Səmədovla danışıblar. Elxan müəllim düzdür, PFL rəhbəri olaraq liqanın səviyyələrinin qalxması, uşaqların əskərlik məsələsinin həll olmasının tərəfdarıdır. Amma bu məsələnin birbaşa həlli AFFA-dadır, PFL-də yox. Elxan Səmədov yaxşı qarşılayıb Yaşar Seyidovu və əmin eləyib ki, Dinamo klubu tərəfindən gələn həm şifahi, həm yazılı müraciəti çatdıracaq AFFA rəhbərliyinə.